Bildiyiniz kimi dostlar, mən çəkdiyim bütün videolar ibrətamiz videolardır. Yəni hansı ki bizlər sahaya çıxan zaman nə axtardığımızı, hədəfin nə boyda olduğumuzu bilmirik də. Yəni bilmirik ki, nə boyda bir hədəf çıxacaq və nə qədər dərinlikdə çıxacaq. Sözsüz ki, bu suallar çox ortaya gəlir, çıxır. Bizlər də qalırıq belə. Sizlər belə, bizlər də belə, necə deyərlər. Bəli, mənim çəkdiyim videolarda heç vaxt görə bilməzsiniz ki, mən kimi isə pisləyəm, kimin isə satdığı cihazı pisləyəm və kimə isə pis söz deyəm dostlar. Hərə özü üçün necə deyərlər. Nəysə, heç kəsin işim yoxdur. Sadəcə sizə bir cihaz göstərirəm. Noktanın Simplex Ultra modelidir. Sual ortaya çıxır ki, mənə dərinlik versin, amma iri hədəfləri olsun, yoxsa kiçik hədəfləri olsun. İndi mən sizə göstərəcəm. İlk öncədən dostlar, cihaz buradan iştihala gəlir. Mən cihazı sıfırlayacağım. Yəni nastroyka bölümünə gəlib bu düymələrdən gələcəm bura. Sonra yuxarı aşağı baxın təsdiq düyməsini basacağım. Sağ-sol düymələri ilə gəldim axıra kimi. Ya plus ya minus düyməsini tıklayacağım. Fabrika ayarlarına qayıdacaq. Bəli, cihaz fabrika ayarlarına qayıtdı. Zavodskoy nastroykaya qayıtdı. Biz indi nə etməliyik? İlk öncədən dərinliyi alaq. Dərinliyi almaq üçün sözsüz ki, qara metallar bölümü açıq olmalıdır. Çünki mən dəfələrlə demişəm ki, qara metallar bölümü bağlı olan zaman cihazda dərinlik azalır. Qara metalları açırıq. İlk öncədən, hələ ondan da başqa nə edəcəyik dostlar? Nastroyka tuşuna gəlirik burada. Sürətini azaldırıq. Sonra gəlirik bura. Qara metalları, yəni təsdiq düyməsini basırıq və gördüyünüz kimi 15 rəqəmi bağlı idi. Biz indi 15 rəqəmini açırıq burada. Sadəcə 3 rəqəmi burada bağlı qalır. Yəni 3 rəqəminə qədər bağlıdır. Yəni saxsı qırıntılarını görməsin. Qara metallar açıqdır. Bəli, burada sual ortaya çıxır. Xırda hədəf axtaracaqsan, yoxsa iri hədəf axtaracaqsan? Əgər iri hədəf axtaracaqsansa, qılınc şəkli üzərinə qoyacaqsan. Xırda hədəf axtaracaqsansa, qəpik şəkli üzərinə qoyacaqsan. Burada da H bölümünə gələcəyik biz. Bununla da dərinlik artır dostlar. Və həssasiyyət də torpağa görə dəyişəcək. Ünvanımız Nərimanovda yerləşir. Əllər Əliyev küçəsi 8 Kosmos yaşayış kompleksində.